Əgər evdən işləyərək pul qazanmaq istəyirsənsə, mütləq bu videonu sona qədər izlə. Salam, mən Sona Çərkəzli, kanalıma xoş gəlmisən. Əgər sən də özünü inkişaf etdirmək istəyirsənsə, müxtəlif videolardan fayda əldə etmək istəyirsənsə, yəni bir sözlə özünün ən yaxşı versiyasına çatmaq istəyirsənsə, mütləq kanalıma abunə olub videonu bəyənib rəy yazmağı unutma. Əzizim, evdən işləyərək pul qazanmaq demək olar ki, bir çox insanın xəyalıdır. Yəni 9-6 sistemini sevənlər də var, səhər 9-da işə getsin, 6-da işdən çıxsın, bunu sevənlər də var. Amma əksər insanlar istəyirlər ki, freelans olaraq evdən işləyərək, yəni evdən işləyərək deyəndə mən nəzərdə tuturam, istədiyimiz yerdən, istədiyimiz coğrafiyadan, istədiyimiz yerdə biz artıq başlayaq öz işimizi görək, yəni evdən pul qazanaq. Bunun üçün əlbəttə bir çox yol var, amma əsas məsələ budur ki, bu yollara çatmaq üçün biz bacarıqlarımızı inkişaf etdirməliyik. Yaxşı, hansı bacarıqlardır bundan da danışacağıq, amma hansı yollarla biz evdən işləyərək pul qazana bilərik, bu haqqda gəlin ətraflı danışaq. İlk olaraq, əgər sənin kompüter biliyin varsa, yəni kompüterdə dizaynerlik eləyə bilirsənsə, yəni Canva-nı yaxşı bilə bilərsən və yaxud da qrafik dizayner ola bilərsən, Photoshop, Illustrator və digər proqramları yaxşı bilə bilərsən və yaxud da ki, sənin yaxşı yazı bacarığın varsa, copywriting bacarığın varsa, mətnlər yaza bilirsənsə, əlavə olaraq ola bilər ki, sən proqramlaşdırmanı yaxşı bilirsən. Yəni bu kimi bacarıqların varsa, sən onlayn olaraq burada yazdığım saytlara daxil olub qeydiyyatdan keçərək freelans olaraq işləyə bilərsən. Əlbəttə ki, bunun üçün sənə dil biliyi lazımdır. Əsasında ingilis dilini yaxşı bilməlisən və bu saytlara daxil olandan sonra əlbəttə yaxşı olar ki, bu saytları ilk olaraq yaxşı araşdırasınız, qeydiyyatdan keçəsiz və ora daxil olandan sonra müxtəlif işlər olacaq. Məsəl üçün sənin copywriting bacarığın varsa, kreativ mətnlər yaza bilirsənsə, bu zaman buradakı işlərdən seçib işləyə bilərsən və onlayn olaraq işlədiyin üçün həm istədiyin vaxt, orada sənə verilən müəyyən vaxt ərzində istədiyin yerdən bu işi hazırlaya bilərsən. Həmçinin də təhvil verdikdən sonra ödənişini ala bilərsən. Ödənişi də dollarla aldığın üçün qazancın daha yaxşı olacaq. Əlbəttə ki, orada müxtəlif ödənişlər var, hansı sənə uyğunsa seçib çalışa bilərsən. Əlavə olaraq sənin qrafik dizayner bacarığın ola bilər, loqo istəyənlər olur, poster istəyənlər olur. Həmin o işləri götürüb eləyə bilərsən. Yəni evdən işləyərək çox rahat şəkildə bu saytlar sayəsində oradakı işlərdən istifadə edib qazancını əldə edə bilərsən. İkinci olaraq sosial media bacarığıdır. Əlbəttə ki, sən sosial medianı dərindən biləndən sonra burada sənə müxtəlif işlər açılmağa başlayır. Bu işlər hansılardır? Məsəl üçün sən sosial medianı dərindən biləndən sonra özün sosial media mütəxəssisi olaraq çalışa bilərsən. Yəni kiçik bizneslərin evdən işləyərək onların səhifələrini idarə edə bilərsən. Maksimum həftə 1-2 dəfə vaxt ayırıb gedib onların mağazalarında məhsulu varsa məhsulunu və yaxud da şəxsi brenddirsə onun videolarını çəkmək lazımdırsa, onları çəkə bilərsən və həftə sadəcə 1 dəfə, 2 dəfə vaxt ayırıb bunu eləyəndən sonra, materiallar səndə olandan sonra çox rahat şəkildə bunları özün evdə editləyib, işlərini görüb paylaşa bilərsən. Yəni bütün qalan işləri evdən apara bilərsən. Mesaj cavablamaq varsa işlərin içində bunu da evdən eləyə bilərsən. Evdən deyəndə yenə deyirəm əzizlərim, nəzərdə tuturam istədiyiniz hər hansı bir yerdə. Məsələn, sən yaşamaq istəyirsən fərqli bir ölkədə, yenə də gedib orada işləyə bilərsən. Deyə bilərsən ki, məsəl üçün mən bayaq dediyiniz kimi fərqli bir ölkədə yaşayıram və yaxud da ki, rayonda yaşayıram, amma Bakıdan bir iş çıxıbdı. Bu zaman siz belə danışa bilərsiniz ki, həmin o insan öz məhsullarını, öz xidmətinin videolarını çəkib sadə şəkildə sizə göndərər, siz onları editləyəsiniz. Əlbəttə ki, çəkiliş burada çox önəmlidir. O insan nə qədər yaxşı çəksə, sizin editləriniz o qədər yaxşı alınacaq. Amma təbii ki, siz bunu əvvəlcədən deyə bilərsiniz. Və yaxud da ki, normalda qiymət başqadırsa, siz gedib çəkmədiyiniz üçün, həmin o sahibkar özü çəkib videoları göndərdiyi üçün qiymət biraz aşağı ola bilər. Yəni bu danışıqlardan asılı da aşağı olmaya da bilər. Danışa bilərsiniz və yenə də evdən oturaraq heç ümumiyyətlə gedib çəkiliş falan etməyərək də sizə videolar, şəkillər gəldiyi üçün bunu da evdən paylaşa bilərsiniz. Yəni daha sonra siz sosial medianı dərindən bildiyiniz üçün sosial media mütəxəssisi olaraq konsultasiyalar verə bilərsiniz insanlara. Yəni gəlsinlər, öyrənsinlər və əsas məqamları öyrənəndən sonra öz səhvlərini doğru idarə etsinlər. Dərslər verə bilərsiniz, təlimlər keçə bilərsiniz, kurslar keçə bilərsiniz. Həmin o insanlara mentorluq eləyə bilərsiniz. Yəni bunların hər birini eləmək mümkündür. Əlavə olaraq səhifə analizləri eləyərək də pul qazanmaq mümkündür. Yəni siz sosial medianı doğru idarə edə bildiyiniz üçün insanların səhifələrindəki olan səhvləri düzəltmək üçün, yəni bizi səhifə analizini doğru şəkildə eləyib müəyyən bir ödəniş qarşılığında və nələr səhvdir, nələr düzgündür, nələri düzəltmək lazımdır deyə bilərsiniz. Bunu onlayn Zoom vasitəsilə də eləyə bilərsiniz, heç evdən çıxmadan eləyə bilərsiniz və yaxud da ki, siz ümumiyyətlə səhifəyə baxıb bütün detalları yazıb göndərə bilərsiniz, səsli şəkildə göndərə bilərsiniz, video şəklində izah
mesaj göndərə bilərsiniz. Yəni bu artıq sizin öz seçiminizdən asılıdır ki, evdən işləyərək insanların səhifələrini analiz eləyib doğru şəkildə necə olmalıdır deyərək də qazanc əldə eləyə bilərsiniz. Daha sonra ümumiyyətlə siz deyə bilərsiniz ki, mən səhifə idarə etmək istəmirəm, sadəcə reklamı öyrənmişəm və reklam vermək istəyirəm. Bəli, evdən oturaraq insanların burada ümumiyyətlə heç yəni hər hansı bir yerdə olsanız belə ümumiyyətlə o sahibkarla görüşməyə ehtiyac yoxdur. Maksimum Zoom görüşü eləyə bilərsiniz ilk başlardakı o nə istəyir, daha yaxşı onun nə istədiyini bilmək üçün və evdən oturaraq insanların səhifələrini sadəcə reklam hissəsini götürüb qazanc əldə eləyə bilərsiniz. Yəni bir sözlə sosial medianı öyrənəndən sonra müxtəlif işlər sizə açılmağa başlayır və bu işlərdən hamısını və yaxud da hər hansı birini seçərək istifadə eləyə bilərsiniz. Ən gəlirli sahələrdən biridir sosial media. Əlbəttə ki, sosial medianı dərindən öyrənmək istəyirsinizsə, burada Instagram hesabımı qoyacağam. Instagram hesabıma daxil olub mənə SMM kursu haqqında soruşa bilərsiniz. Sizə ətraflı məlumat göndərəcəm. Daha sonra siz onlayn dərslər verə bilərsiniz. Yəni tutaq ki, ingilis dili müəllimisiniz, rus dili müəllimisiniz və yaxud da ki, hər hansı bir dili bilirsiniz və yaxud da hər hansı bir fənni keçirsiniz. Evdən oturaraq insanlara dərslər keçə bilərsiniz və yaxud da ki, tutaq ki, sizin tələbə kütləniz 5-ci, 11-ci siniflərdir. Onlayn şəkildə onlara dərslər deyə bilərsiniz. Və artıq elə bir dövrdə yaşayırıq ki, hər kəs onlayn şəkildə dərslərə qoşulur və görürlər ki, onsuz da üz-üzə gəlsək də bunu eyni izah eləyə bilər. Onlayn şəkildə də eyni izah eləyə bilər. Bəzi sahələr var ki, düzdür, o əyani keçirilməlidir, amma bəzi dərslər var ki, çox rahat şəkildə insanlar artıq bilirlər ki, evdən çıxım, gedim, orada nə qədər vaxt gedir, ondan sonra elə evdə oturaraq dərsə qoşularam. Siz də evdən rahat oturaraq və yaxud da istədiyiniz bir yerdən rahat oturaraq dərslərinizi deyə bilərsiniz. Yəni onlayn dərslər deyərək də evdən işləyərək pul qazanmaq mümkündür. Əslində evdən işləyərək pul qazanmağın çoxlu yolları var. Məsəl üçün siz yenə də sosial medianı dərindən biləndən sonra bunu istədiyiniz kimi istifadə eləyə bilərsiniz. Bayaq dediyim kimi onlayn dərs vermək istəyirsiniz və əlbəttə tələbə kütləsi yığmaq istəyirsinizsə, daha çox tələbə sizə yazılsın istəyirsinizsə, sosial medianızı doğru idarə etməlisiniz. Əlavə olaraq siz gözəl yeməklər bişirirsiniz. Əlbəttə bu yeməkləri bişirəndən sonra satmaq istəyirsinizsə, sosial medianız olmalıdır. Onu doğru idarə etməlisiniz ki, insanlar görsünlər və sizdən sifariş versinlər. Yəni evdən sadəcə bunu düzəldib hər hansı bir restoranınız olmasa belə satışını eləyə bilərsiniz. Və yaxud da ki, siz bunları video şəklində çəkəndən sonra YouTube-a yükləyə bilərsiniz və YouTube-da müəyyən izlənmə sayısı var və abunə sayısı var ki, onu keçəndən sonra aylıq olaraq gəlir əldə eləyə bilərsiniz. Və əlbəttə izlənmələriniz yaxşı olarsa, sponsorluqlardan da gəlirlər əldə eləyə bilərsiniz. Yəni müxtəlif gəlir növləri də burdan yaranmağa başlaya bilər. Yəni əzizlərim, siz əgər gəlir əldə etmək istəyirsinizsə bu dövrdə, çünki dövr sosial media dövrüdür və siz bu dövrdə evdən işləyərək gəlir əldə etmək istəyirsinizsə, mütləq formada sosial medianı dərindən öyrənməlisiniz. Sosial medianı dərindən öyrənəndən sonra artıq sizə qalır öz işlərinizi tanıtmaq, istər şəxsi brend olaraq və yaxud da hər hansı bir məhsul satırsınızsa, hər hansı bir markanız varsa onu tanıtmaq artıq sizin əlinizdədir. Yəni doğru biliyə olandan sonra və onu doğru şəkildə istifadə edəndən sonra evdən işləyərək çox rahat şəkildə gəlir əldə eləyə bilərsiniz. Əlbəttə ki, bu da hər zaman insanın özündən asılı olan bir şeydir. Bir gün eləyim, 5 gün eləməyim yox. Hər gün davamlı şəkildə öz işinizi daha da inkişaf etdirərək, həmçinin də sosial mediada paylaşımlar eləyərək, daha çox insana çatdıraraq çox qəşəng formada gəlir əldə eləyə bilərsiniz. Əgər siz də sosial medianı dərindən öyrənmək və sosial media sayəsində evdən işləyərək, yəni istədiyiniz yerdən işləyərək gəlir əldə etmək istəyirsinizsə, o zaman mənə Instagramdan yazıb SMM kursu haqqında məlumat əldə eləyə bilərsiniz. Kursum SMM Pro kursudur və siz burada sosial medianı dərindən öyrənirsiniz. Əlbəttə ki, ətraflı məlumat istəyənlər mənə yazıb soruşa bilərlər. Ümid edirəm ki, video sənin üçün faydalı oldu. Əgər bu tipli videoların daha çox gəlməsini istəyirsənsə, videonu bəyənib kanalıma abunə olub rəy yazmağı unutma.